Azərbaycan müxalifəti 20 ildir ki, Azərbaycanda müxalifətçilik yürümüş oldu. Bu illər ərzində güman edirəm ki, Azərbaycan cəmiyyəti bunları sayı qədər tanıyıbdır. Və bu müddət ərzində əgər Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənməyirlərsə, burada mətbuatı, medianı, televiziyaları və ən başlıcası isə seçkiləri imanlandırmaq ən azından insansız. Mərkəzi Seçki Komissiyasının rəsmiləri xarici radyolara xəbərdarlıq edir, müəyyən tədbirlərə və yaxud tədbirlər zamanı ki, xarici radyoların debatlarının keçirilməsi qadağandır. Bu nə dərəcədə qanunidir və bu seçkilərdə bu necə təmsilənəcək bu barədə rəyinizi öyrənmək istəyərdim. Mən Mərkəzi Seçki Komissiyasının səbəb olaraq rəsmi şəkildə bildirirəm. Birinci dəfə sizdən eşidirəm. Mərkəzi Seçki Komissiyası hamısıza qeyri-Allah bir qurulmamışsa, radyoya geçirməzsə, nəyizə qabağa edir. Bu məsələlər Mərkəzi Seçki Komissiyasının istəyinin məlumatının seçki məcəlləsində təmsilənir. Əgər hansı addımlarsa seçki məcəlləsinin ciddisə qabağa bu Mərkəzi Seçki Komissiyası istəsə də bunlar icazə verilməlidir. Və ya təhsil. Ona görə mən amma birinci dəfə bir tərəf. Yəni, olubdur ki, Mərkəzi Seçki Komissiyasının katibədə mətbuat xidmətləri Bir sual var sizə. Bir dənə qısa bir sual var. Harika haksız. Eyvallah. Buradaki müzakirelere kulak asmısı, Ali Hörmətli Azətin buradaki nümayəndəsi. Bu necə bilə bilər ki, mətbuatın seçkiləri işlandırmasına bağlı hansı problemlər var? Bu problemlərin əslində bu hansı işi görməlidir? Ona görə düşünürəm ki, MZK-nın sədrinin bu tədbiri yalnızca tərcələməz o deməkdir ki, bu tədbir onun üçün maraqlı deyil. 20 ildə Azərbaycanda seçkilərin saxtalaşdırmaqda rəhbərlik edən bir adamın yenə də seçkilərə rəhbərlik edəməsi xoşa gələn halda ya xoşa gəlməsə. Mən bu sualımla vermək istəyirəm. Mən bu suallara vermək istəmirəm, amma biraz dəyərli cavab vermişdim. Biraz bu qanlı yanvar hadisələrlə əlaqədar 20 il əlaqədar sizin köhnə prokurorluğa ətrafında bir fikir oldu. O İsmail Ömərovun bir məralı duyur, sizlə qərəzlər seçkidə olur. Sonra qərəzlər nəyə görə verir? Belə danışmıyorum. Mən sizi yenidən dəvət edirəm. Əlbəttə bizə istəyirəm, mənə zəngini gəlmişsiniz. Büyük deyirəm, mənə çəkirəm. Bu sizin mövqeyiniz. Düz mövqeyinizdən. Bu sizin mövqeyiniz. Görüşdə bizim kimi deyil. Yox, səhv edirsiniz. Düz deyil. Haklısınız. Düz deyil. Səhv edirsiniz. Səhv deyil. Yox, səhv edirsiniz. Mərkəzi kampaniyada aktivdə neçəlik olmuş tapmalıydı. Özü yalan bir məlumatdır. Yalandır, doğrudur. Yalan hadisələrində törədən və günahkarla araşdırsın, görmüşdə işləmiş prokurorun ikisini məlumatla açıldı. Siz də elan verdiniz ki, orada başqa müxalifət nümayəndələrinin adı şəklində olmaq getmişsiniz ki, konkret adı dediniz, qəblərin adı şəklində edilmir, Əl-Kərimin adı şəklində edilmir. Mən o məsələdə bir xəbərəm, mən şirkətin şərliyəm. İlyas Qərar fikirləri mətbuatdan gedir bu. İndi deyirəm, fikirləriniz varsa, etirazınız varsa, mən buna baxlar edəcəm. Gəlin istəyənə baxdırlarını sizə baxmıyorum ki, danışa bilərsiniz. Və çox uzun istəyirəm, sizin bəziləriniz parlamentdə 5 il oturmuşsunuz. 5 il altınıza sual danışmışsınız. Gəlin burada bir debat edin. Təqdir edin, ülkəni söyləməyəcəksiniz. Mən kimlik ünvanına çatın söhbətim. Ona görə mən çox xahiş edirəm. İctimai televizyon haqqında danışanda Allah'ın gözünün qabağına gətirin. Vicdanı gözünün qabağına gətirin. Heç var çalışmayın ki, bu qərəzsiz, bu qanun, telefon aslında bir aparaya taşır. Ben bu sözü deyim. Qərəzsiz yapmış, mən yapmış. Dedim söz. Və sözümü yetkin olarak imkan verirsin, açılığına danışmaq mısınız? Gözdən alırsınız aslında. Yaxşı deyirəm, gerisini göstərin. Yaxşı deyirəm. Şimdi sizin yanınızda adetin hesabı olunurlar. Eğer bir seçkidə dövlət televiziyası 94% görüşməsi tərtib edilirsə, siz bu faktları hara çəkəcəksiniz ki, bunun müxalifət partiyaları bəyanatları verirsə ifadə edəcəksiniz. Eğer adetin ilk hesabatında seçki məntəqələrinin 43%'ində, bunu biz deyirik, adət ki, səslərin sayılması biz
veya çox olursa, o halda necə siz seçki ilişki yaxşılaşdırmasını ümid edə bilərsiniz? Yəni, bu necə olmasa bütün seçkilər də alır. Siz adil ilişki hesabatı rəqəmanı olmuşsunuz. Orada göstərilməyib ki, Azərbaycanda seçkilərə sistematik mühür yoxdur, yarış mühür yoxdur, sərbəst ulaşma alanı yoxdur, televiziya debatları yoxdur, siyasi partikaların bərabər imkanı yoxdur. Məsələn, bilirsiniz ki, yəni bu iki hesabat, bu hesabatı nəsə göstərməyəcək. Səqəm bəy, biz bura bir-birimizlə Cənab Səqəm bəy, orada deyə bilərəm, burada mənim üçün heç bir məhdəliyyət yoxdur. Digər etkilərdən istifadə edə bilərəm. Əgər Azərbaycan vətəndaşları sizə səs vermiş olsaydı və sizin əvəzində başqası biri parlamentin deputat seçilmiş olsaydı, onda yəqin ki, Azərbaycan vətəndaşları deyərlər ki, mən Cənab Səqəmbəri səs vermişəm. Niyə ki, Cənab Səqəmbərin əvəzinə Adiləli parlamentin deputat seçilmişdir. 2005-ci ildə seçkilərin necə keçirdiyini, başqaları bir məsələsini çox gözəl bilirsiniz. O insanlar kimə səs verdi, onu da gözəl bilirsiniz. Və siz məhkəməyə müraciət edərdiniz, məhkəmədə məsələlər necə müzakirə olundu, nə qərar çıxarıldı, onu da yaxşı bilirsiniz. Ona görə də siz seçilməmisiniz deyə, sizin partiyanız seçilməyib deyə dövlətli seçki prosesinin üzərindən gölgə salmaq və seçki prosesini saxta adlandırmaq, mən belə hesab edirəm ki, əslində Azərbaycanın imicinə zərbə vurmaq kimi bir məqsədə xidmət edir. Gəlin bundan danışaq. Siz seçilmədiyinizə görə seçkiləri Azərbaycan partiyasını sizin əvəzinizdə seçilən adamı günahlandırmaq arasında özünüzü günahlandırmağa özünüzdə təfər tapın ki, necə oldu ki, sizi seçmədilər, necə oldu sizə səs vermədilər, növbəti seçki hazırdır. Onu eləməyə əvəzlər. Siz onu günahlandırmaqla məşğulsunuz. Nə qədər günahlandıracaqsınız, o qədər də seçilməyəcəksiniz. Çünki günahı özünüzdə görməsəniz, siz lazım olan işləri də görməyəcəksiniz. Jurnalistlər həbsdədir. Onlar həbsdə qalacaqsa, seçki şəraitində, blogerlər, jurnalistlər, bu necə biz progressiv bir hesabat gözləyə bilərik? Sərbəst toplaşma azadlığı yoxdur. Mən çıxış üçün oturmam. Buyurun, buyurun. Demək, konkret hallar. Sərbəst toplaşma azadlığı. Sərbəst toplaşma azadlığı yoxdur. Bunu hamı bilir. Adətlə tədbir keçirir. Məsələn, bizim Hüseyin Cabir bağında, Füzuli meydanında, Mərvanov metrasında toplaşsaydı, nə olacaq? Ölkənin sahibliyi də alacaqdır. Bu yoxdur və bu dəyişməyəcəksə, siz o hesabatda necə dəyişiklik gözləyə bilərsiniz? Siz, əgər hesab edirsinizsə, siz jurnalistik çox səhv edirsiniz. Siz jurnalist edirsiniz. Siz blogunuz var, niyə jurnalist edirsiniz? Blogerlər jurnalist deyil. Siz həbsdə deyəndə, həbsdə blogerlər. Biz blogerləri bəyan edəyəndə, dəfələrlə benim jurnalist hesab etməyik. Dünyada nə qədər kompüteri varsa, nə qədər özünə blog açan insan varsa, onun sizin məndiğilə jurnalist hesab edir. Bizim üçün o sərbəst ifadə edən, bu və ya digər formada ifadə edən bir insandır. Və o da o sərbəst fikirlə görə deyil, başqa əmələ görə olur. Qətiyyən gətirib bu seçki kampaniyasına hansısa problemi bağlanmır. Həbsdə olan jurnalist üçün belə Zeynullah Fətullayev var, onun da məsələsi məhkəməlidir, məhkəmədə məsələyə baxır. Məhkəmə yer onu hesab edirsə ki, o azadlığa bırakılmağa layiqdir, onu eləyəcək. Yox, yox, deməli, biz məhkəmənin içində qarşılığı asılaşır. Qalan məsələlərdə mən Azərbaycanın seçki imici deyəndə, məhz seçki etimadı nəzərdə tutur. Hansısa xarici dövlətin bizə verəcəyi qiyməti yox. Seçki etimadı Azərbaycan xalqına aid məsələdir. Beynəlxalq aləmə yox. Azərbaycan xalqı bizim keçirdiyimiz seçkiyə hər deyirsə, onu dəstəkləyirsə, sizin o çağırışlarınıza 100 minlərlə adam küsələrə çıxıb, bizim üzərimizə gəlmirsə, bu da etibar. Sizin çağırışınıza 100 adam, 500 adam gəlsə, bu sizə etibarsızdır, bizə. Bu konuda danışmağımı özür istəyirəm. Cümlə məzun verək. Siz bu vergi ödənicilərinin puluyla 30 milyonu verirsiniz Azərbaycan televiziyasına. Dediyiniz gibi yox. Amma bizim pulumuz da maliyyələşir. Amma mən bir vətəndaş olaraq sual verirəm. Nəyə görə bu televiziyalar misal üçün insanları maraqlandıran mövzularda verilişlər çəkilir, sırf bizim minority nəticələri göstərilir. Ümumilikdə 95%-dən artıq efirin vaxtı həsr olunub məhz Azərbaycan hökumətinin işıqlandırılmasına. Az qalar ki, həmin televiziyada biz dəfələrlə qeyd edirik ki, televiziyalar şəxsiyyətə pərəstlik kültürünün təbliği ilə məşğuldur. Və hətta biz bir şeydir, bunu təkrarlaşmır biləsin, amma bu səviyyədə
Ramiz Metin öz məqaləsində də qeyd edilmişdir. Yəni, bu durumu siz necə qiymətləndirirsiniz? Vaxt gəlməyib ki, bu ASTV-ni biz bağlayacaq və ikinci bir ictimai telekanal açaq və o ictimai telekanalın sədrində yenə də həmin hörmətli cənab Arif Alışanova dəyin edilək parlament tərəfindən, yəni hər hansı bu iki kanalın arasında bir sağlam, qanunvericiliklə tənzimlənən rəqabət olsun və çıxışında bir ictimai televiziyada toxunmaq istəyirəm ki, ictimai televiziyada burada dedilər ki, İraqda az müxalifət göstərir. Qıraqdan kimsə elə bilər ki, ictimai televiziyada çox mükəmməl televizya. Mən deməzdim ki, ictimai televizya mükəmməldir. Ən azın Cənubi Qafqazdakı ictimai telekanallara nisbətlə ən belə deyək də, pluralizm baxımından geridə qalan televizya bizim məhsul ictimai televizyadır. Amma yenə də dövlət televiziyasının müqayisində bu belə deyək də, ASTV-nin elədiyini ən azı ictimai telekanaldır. ASTV misal üçün bir xəbər buraxmışlar olsun ki, 30 dənə xəbər buraxmışlar. 28-nin hökumətin işıqlarında xüsusilə Prezident İlham Əliyev seçkidir bu il Azərbaycanda. Siz mədəniyyət telekanalının açılması ilə bağlı tender elan edirsiniz. Nəyə görə məhz mədəniyyət kanalı? Açın, tender ictimai siyasi telekanalında, bu telekanalda siz mədəniyyət verilişlərini göstərsiniz. Bizim hökumət məsələn bir dəfə məsələn olub. Müsaadənizə çoxdan geçsin. Bu Maşallah qoruyan yerdə yeni ikinci kanalın mədəniyyət telekanalı üçün tenderin elan olması nə cizlərdir? Bu tədbirdən sonra Azərbaycanda seçkilərdə mətbuatın fəaliyyəti daha da pisləşir. Əvvəlki seçkilərdən fərqli. Bunu mən deyirəm, seçkilərin sonuna da baxam.